Dostlar, bu səsi tapana Sasmotos'dan 3 nəfər çəksə, yağ dəyişmə bizdən hədiyyə. dostlar, hər vaxtınız xeyir. Biz yenidən Sasmotos'a Bay Qranat Aqilin yanındayıq. Xoş gördük. Sənə sual verim, məhəbbət. Qranat, kardan deyəndə yadva kim düşür? Saşa Aqil. Nəyə ki sən yadva düşür? Bütün Azərbaycanda, yəni qranat, kardan deyəndə, bax bu kişi və Saşa Əmiyyə radiolarda bunun çıxışını Tək görmüşsən də. radiolarda yox, əl işlərində baxmışam. Əyəni də görmüşəm. Çünki bura gəlmişəm özümdə, birisi də... Və mən kesinə radioda bunun qulaq asım. Aqil tam da iddialı danışırdı. Çünki adam işin mütəxəssisi. Amma bugün sən ola bilsin bir çətinliyə salacam. Dinin niyə görə? Niyə? Sənə avtomobildə olan problemli səsləri qulaq asdıracam və sən o səsi tapacaqsan. Və o səsi tapmadığında sən məhəbbətə... 20 manat pul verəcəksən. Ay, bu 20 manatlıq deyil, daha kardan zaten yuxarı... Eyb yoxdur. Qoy olsun 20 manat. Mən əslində çox deyəcəm, 100 manat deyəcəm dostlar. Məhəbbət 20 dedi, olsun 20. Aqil, hazırsan da, avtomobildə, xadab oyunda falan nə oldu, mən səs qoyacam, sən bunu bir-bir tapmalısan. Problem yoxdur. Bizə doğma səsidir, bu qranatın səsidir. Gəl bura. Bax, dediyi kimi qranatın səsidir. Şuruz Alqışları böyle keçək ikinci səsə. Bu motora aiddir. Bizim işimiz tam xadavoy İlişir yavaş-yavaş. İşdə istədi, bu motorun səsidir. Olsun, avtomobilin problemidir. Şatun falan səsinə oxşuyur da yəni. Köməkli elə bilərsiniz, bax uşaqlar, ustalar da buradadır. Bir dənə göstər, bir dənə buralığı bax. Getdi, səsi ver. Yəni motorun səsidir. Motorun səsi. O bir dənə səs var. Qaşa. Verişimiz vardı, əziz dostlar. Biz Sas motoru sağ olun. Aha. Yəni bu sırğalar da ola bilər, sırğa deyilir də. Yəni stabilizatorun qolları, sırğaları. Yaxın gəlmirsən. Ya da şaraboyun falan səsidir. Bravo, Şaraboy, alqışları ver. O səslər birbirine oxşuyur ona görə. Bu da yəni Bu botabot ne deyəsən? Hə bu remin natijiti. Doğrudur. Remin səsi. Bu motorxanaya aid səs deyil. Bu mən tam tutanmadım. Tam tuta bilmədim. Mən xahiş edirəm. Pul qazanmağı yolu tapmış. Bir də qulaq asın yəni. Buranın bir şeydi. Stupçanın səsini. Təbrik edirəm. Stupçan sən bunu... Sən çox şey elədin. Mənim ürün yaxşı. Motora aid olan bir Deyəsən şey. dizel deyil bu motor. Motora aid olan bir şeydir. Stakan Aha, biraz da gəl. Şatun falan, bu Porsche, Şatun öz dedim. Öz-özün yandı. Öz. Deməli qaldı ən sonuncu səs. Aqil, sən bunu tapsan, yəni nə bilim. Yəni mən ömür boyu bu səs tapa bilmərəm. Nədir bu? Bu avtomobili işlədəndə, yəni xotlayanda belə Qardaş, deyək. buna Duvaynoy alqış ver. Təbrik edirəm səni. Dostlar, deməli Aqil bir çox sualın cavabını tapdı, amma Aqil birini tapa bilmədi. Dostlar, bu səsi tapana Sasmotos'dan İlk 3 nəfər tapan şəxsə yağ dəyişmə bizdən hədiyyə. kommentarda bu səsin nə olduğunu yazın. 3 nəfər gələcəksiniz Sasmotos'a havayı yağ dəyişəcəksiniz.